Quba rayonunun bir sıra yaşayış məntəqələrində meşə ətrafı kəndlərin sakinləri təşviş içindədir. Buna səbəb ayıların yaşayış məntəqələrinə, təsərrüfatlara ziyan vurmasıdır. Vəhşi heyvanlar meyvə və fındıq bağlarını dağıdır, hətta malqarıya da hücum edir. Kənd sakinləri ayıların kəndin içində və evlərin yaxınlığında hərəkət etməsindən narahatdır. Belə hallara daha çox rayonun Küpcal, Üçgün və Küsnət kəndlərində rast gəlinir. Vətəndaşlar bildirir ki, ayılar artıq kəndin içində belə hərəkət etməyə başlayıb, onların təsərrüfatlarına ziyan vurub, mal-qarıya da xəsarət yetirib. Vəhşi heyvanlar fındıq və meyvə ağaçlarını sındırır, məhsulu məhv edir. Sakinlərin sözlərinə görə son günlər ayıların təsərrüfatlara hücumu artıb. Həyətlərdə dolaşan yırtıcılar sakinlərin özləri üçün təhlükə saçır. Mal-qara tərəfdən ziyanı var, təsərrüfatımızı məhv eləyir. Ondan sonra arası bir 10 gün bundan qabaq heyətimə kimi gəlib, arası bu pəncərəyə kimi gəlib. Evin biz dayandığımız hissəyə kimi. Uşaqla onun arasında 10 metr məsafə güclə, məsafə var. Sonra biz qışqırıqla ayını qovduq. 2 dənə bala, bir dənə ana ayıdır. Töylərin qapısı bağlı şəraitdə içəridə saxlayırıq. Qoruluğa çıxartıb qorxudan mal bağlaya bilmirik. Çünki evimizin pəncərənin ağzına kimi gəlib, ki qorxudan biz şey eləyə bilmirik. Yəni xəbər tutmasa uşağı da, balaca körpə uşağı da apara bilərdi. Fındıqları qırıb tüküb yeyir. Hər yeri dağıltıb tükür də. Biri deyilə 3-4 dənə ayıdır. Qorxuludur. Uşaqlardan qorxuruq. Ayılar bizim təsərrüfatımızda, fındıq ağaclarımızdadır, meyvə ağaclarımızdadır. Hamısını qırıb dağıtıb. Heyvanlarımıza zərər vurur. Heyvanlarımızı onların qorxusundan gündüzdür, gecədə açıb heyətə bağlaya bilmirik. 5-6 gün bundan qabaq gecə saat 5-in yarısı idi buraya gəlmişdi, heyətə gəlmişdi. Bir anadır, 2 dənə də bala. Fındıq ağacını əyib, yıxıb, qırıb dibindən fındıqları yiyir. Həm özləri, həm də təsərrüfatları üçün narahat olan sakinlər aidiyyəti qurumlardan tədbir görülməsini istəyir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, kəndlərin meşə ilə sərhəd ərazilərdə yerləşməsi ayıların yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb olur. Vətəndaşlara tövsiyə edirik ki, meşə ətrafı ərazilərdə daha diqqətli olsunlar, mal-qaranı nəzarətsiz buraxmasınlar. Belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat versinlər. Qeyd edək ki, ayılar Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilən nadir və qorunan heyvan növü olduğundan ovuna icazə verilmir. Onların yalnız səs gücləndirici vasitələr və yaşayış məntəqələrindən uzaqlaşdırılması tövsiyə edilir. Emin Vaqifoğlu, Pərvin İsmailova, Space xəbər.